Salam qızlar, necəsiz? Başlıqdan da gördüyünüz kimi biz başqa evə köçürük. Biz bu dəfə kirayəyə çıxırıq, amma olsun. Çox gözəl bir evdir. Gəlin sizə göstərim. Qabyon yox idi və sərdir. Laxır, amma indi çox qəşəng böyük bir evdir. O qədər xoşum gəlir. Yəni, həqiqətən həyəcanlıyam. Çox səbirsizəm. Həmişə səbirsiz olmuşum, amma bugün aşırı səbirsizəm. Yəni, bir gün içində bura köçmək istəyirəm. Nəysə, haydi başlayaq. Deməli, evdə 2 ədəd tualet var. Gəlin birincisini göstərim. Baxın, evdə belə girdik. Bura bizim əvvəlki evimizdə görünmür, nəsə ora. Nəsə, bunun elə bax belə. Girdik evə. Burası da çox bəyəndim. Baxın, elə burada sağ tərəf. Bu birinci ayaq yolumuzdur. Sadə, U12 olan. Güzgüsü yoxdur bu arada burada. Belə bir tualet var. İkinci tualetimiz. Burada güzgü də var, hər şey var. Həm də hamam da var. Belə duşu çox xoşuma gəldi. O birisində elə deyildi. Böyük yer, koridordur. Yəni o birisi koridorumuz bizim belə bu boyda bir şeydir ayaq. İndi də buna baxın, necə qəşəngdir. Gülöşənin yeri belə olacaq. Məncə çox qəşəng yaşlı bu arada, gəlin. Kocamı görmək istəyirsinizsə kocam. Kocamla qəşəng vloglarımız olacaq. Əgər istəyirsinizsə necə tanış olduğumuz haqqında video çəkə bilərik. Can you please high five? Deməli, burada koridorun bir hissəsidir. Amma əsas buranı bəyəndim. Kəş bu mətbəx deyirlər, konser deyirlər, burada da olardı. İndi keçirik ilk otağımıza. İlk otağımız belə bir yataq otağıdır. Qədir deyir ki, bəs buranı yataq otağı eləməyək, buranı belə hobi otağı falan eləyək. Mən də deyirəm ki, əslində mən balkon bəyənirəm, balkon sevən, ümumiyyətlə havanı sevən bir insanam. Yəni, buranı yataq otağı düşünəkdə, yəni bilmirəm. Onun fikri fərqlidir, mənim də fikrim fərqlidir. İndi baxaq da görək, elmiyamam, vermiyamam. Buranın şeyi də xoşuma gəldi əslində. Yəni bu belə, çox da böyük deyil, amma qəşəngdir. Burada balkon var və gəlin baxın balkona. Bu arada bura Memar Əcəmi metro stansiyasının yanıdır. Sizə metronu göstərim, görün. Burada görürəm ya yox. Metro orada olmalıdır da. İndi keçək ikinci otağa. Oraları göstərdim. Baxın, amma necə gözəldir buramı. Burada yatmaq istəyərəm. İşıqlar biraz zəifdir, onları düzəldəcəyim, rahat olmuyor. Çünki işıqsız yerlər xoşuma gəlmir. Baxın, buradan da belə biraz ara kəsmə var. Bu da bir yataq otağıdır. Qədir deyir ki, buranı yataq otağı eləyin, çünki bura daha böyükdür. Əslində düz deyir, daha böyükdür, daha içdədir, evin tam girəcəyində deyil, hər kəs girə bilməz və biz də xoşlamırıq. Sadəcə evdə bu hissəni bəyənmədim. Sonra mətbəxə keçirik. Mətbəx də belədir, siz bilirsiniz də, bizim əvvəlki mətbəximiz çox balaca idi. Yəni, sadəcə, baxın, belə bir hissədən ibarət idi və yerdə sadəcə bu qədər bir yer vardı. Amma indi baxın, yəni indi da belə pəncərəsi və s. Biz soyuducunu da evdə şeyə qoymamışdıq da, koridora qoymuşduq, yadınızdadırsa. Amma bu dəfə normal getirəcəyik, mətbəxə qoyacağıq. Bura sobanı yerləşdirəcəyik, çünki burada pavilyon olmalıdır və s. O qədər sevinirəm ki, mətbəx belədir də, yəni şkafları da çoxdur, çox şey yerləşdirə bilərik, şükür Allaha. Bir rəfimiz var, göstərelim, dəmir qəhvəyi qara olan. Onun birini bura yerləşdirəcəyik. Soyuducunu yəqin ki, bura yerləşdirəcəyik. Dediyim kimi, sobanı bura, paltaryanı bura. Yaxın zamanlarda çox istəyərəm ki, bizim qabyanımız da olsun. O birisi çox balacaydı, qabyana da çox ehtiyacımız var. Olmamışdı. Bura necə də tozludur. My gosh. Nəysə, buranın belə gözəl mənzərəsi var. Yaşam rezidensidə üzbəyüz. Və lolala, ikinci balkonumuz. Və ikinci balkona baxaq. Ay, çox... Açdıq. İşığı yandıraq. Belə magnetli bir şey var. Burası desəm daha böyükdür. Güllərimizi bəzən bura qoyacağıq.
Burada şey var, bu bizdə digərində, o da balkonidəsində, amma mətbəx eləmişdilər ki, bu digərində mətbəxdə idi. Mətbəxdə yerləşirdi. Komitədə səhv etmirəmsə. Konkret olaraq metroya baxır. Orada metro var. Belə işlər, metronun evimizin girəcəyi də buradır. Evin ən qəşəng otağına, əslində hər otaq qəşəngdir. Amma ən çox favorim məncə koridordur. Hocam birdən umursadı. İşlər var, əslində şeylər dəyişəcək. Yaxşıdır yəni, totalda götürəndə qəşəngdir. Çox qəşəngdir. Ürəyim o qədər yatdı. Biz o bir sevdə yatırdı, amma çox balacaydı. Yəni istər-istəməz bir yerdə rahat artıq evdən işləmək lazım olanda çox qəşəngdir. İndi buranı siləcək inşallah. Hər istəyən hər kəsə qismət, başda biz olmaq. Nəysə, arzumu da əlbəttə ki, özüm üçün istifadə edirəm. Nəysə, bura indi əlbəttə ki, xalçasını serəcəyik. Bura yerləşdirəcəyik divan və stol. Ən çox sevdiyim parçalarım odur, yəni evdə. İndi çalışacaq nəsə eləyək kızlar. Dediyim kimi fragmentlər gələcək ara-ara. Amma çoxunu elə bilmərəm, bilirsiniz, insan baş qarışıq olur, çox iş olur. Sabahda bizim mənim rəfiqəm Qədirin qrup yoldaşı ilə evlənmişdi. Hətta getmişdik, yadınızdadırsa bir vlog paylaşmışdım, onlara getmişdik. Onlar da bu yaxınlarda yaşayırlar, biz Xırdalanla yaşayırlar, amma bir 20-30 dəqiqəlik yolda. Onlar gəlib bizə kömək edəcəklər. Ümid edirəm ki, sabah hər şeyi bitirərik. Bir də usta çağırmalıyıq. Məsələn, kondisioner üçün kondisioneri oradan çıxartmalı, bura əlavə etməlidir. O da kondisioneri ilə. Digər otaqlar da var, amma biz qonaq otağında. Biz qonaq otağını qoyacağıq, çünki yayda daha çox qonaq otağında oluruq. Yəni yeri yoxdur istiyor otaqlara. Sonra bəlkə də yataq otağını qoyduq, burada çox qalmalı olsun. Deməli qızlar, bir dənə bu pəncərələri silə bildim. Düzdür, dayı qolum ora çatmadı, qorxdum yıxılaram. Pəncərə çox pis vəziyyətdədir. Yəni burada qalan bir zibil qabı gətirdi, sağ olsun, bu mənə kömək elədi. Birinci bunları sildim, bu hissələri. Sonra pəncərəni sildim. Təzədən buralar batdı, bir krupda onları sildim. Elə bu da eyni vəziyyətdə. Düzdür, tam da təmizlənməyib. Baxın, bu hissələrdə görə bilərsiniz. Amma inanın mənə da əlimdən bu gəlirdim. Temundan aldığım belə məhsulla elədim. Yaxşı təmizdir, çox qəşəngdir. Sadəcə artıq mən qorxuram deyə çox bir şey yapa bilmirəm. Evdə su gəlmir, ona görə də çox bir şey edə bilmirik. Gülöşə də xəritə yığır. Əslində evin xəritəsini çəkdi. İlk dəfə oldu bu evdə evin xəritəsini çəkir. Belə mən də siyahı tutdum. Nələri gətirəcəm bura. Nə bilim, mətbəxdəki rəf, salondakı rəf falan filan, güllərin, dikçəklərin, demək olar ki, hamısını gətirəcəyik. Bugün istəyirəm ki, işimizin çoxunu eləyək. Bugün deyirəm ki, heç olmasa bunları gətirək, sabah böyük əşyaları filan gətirərik. Məndən olsa mən bugün yatmaram, bunları eləyərəm ki, sabah işimiz olmasın. Amma indi usta tapmaq filan məsələsi ona görə də eləyə bilmirik. İndi baxdım ki, qızlar, mənim çoxlu pərdələrim yoxdur da. Mənim ümumi 2 dənə pərdəm var da. Biri, necə deyim, salonda həmişə görürdünüz, asırdım. Qonaq otağındaydı, biri də yataq. Burada indi 2 dənə yataq otağı var. Bura, okey, birini vuracağıq. Bu çox da məncə lazım deyil, çünki bura bizim əsas otağımız olmayacaq deyə heç lazım deyil də. Mətbəxə də jalüz alacağıq. Burada bir dənəsinə pərdəm var, birinə yoxdur. İndi onda baxacağıq da görək nə eləyə bilirik. Qızlar, mətbəx bildiyiniz kimi gülöşə təmizdir, amma gülöşənin zaryatkası dolmur ki, dolmur. Bilməm, nəsə bir problem var deyəsən. Biz deyirik ki, heç olmasa mətbəx buraları olsa silə bilməyəcəyinə görə mətbəxdə yerləşdirək lazımlı əşyaları, bunları gətiririk. Bildiyiniz kimi orada rəfim var idi, onun içindəydi, baxın bunlar. Bakliyatlarım. Buraları sildim və fərqinə vardım ki, bu aboy, insanlar indi həqiqətən çox pəs yaxlaşırlar, amma sağ olsunlar da qoyub gediblər. Yəni bu qıraqdan, bucaqdan cırdıqları aboyları biz buradan tapdıq. Bunu da deyilənə qədər sabah gətirəcəklər. Buradan tapdıq, buralarda silmişəm. Sadəcə mən bir şey başa düşmədim. Burada 2 dənə rəfin, baxın, şey yoxdur, yoxdur. Çətin bağlanır, çox çətin bağlanır. Mən bunu başa düşmədim. Heç cürə başa düşmədim. Bura heç nə yığmaq olmaz əslində.
Hə belə yəni azca gətiririk, gətirə də bura zada yığırıq. Rəfi düzdür hələ gətirə bilmərik. Həyat yoldaşım gətirir bir-bir. Salamlar. Qədir bəy. Yığaq heç olmasa bura biraz mətbəxi falan düzəldək. Bizi Gülöşə gecikdirir, yoxsa biz çoxdan hər şeyi gətirmişdik sözün açığı. Ev qapıdan çıxırsınız, üstüyoda yəni hər şeyi həll eləmiş olursunuz. Neysə gəlin birlikdə gedək, onu burada çıxartdıq, ev batmasın deyə. Amma bu evdə artıq bununla gəzirik. Getdik, bu evi girdik, buranı bilirsiniz onsuz da. Tipimə fikir verməyin, biraz siqanlar oxşuyuram amma olsun. Deməli bu qalacaq, vardrobunu sabah çıxardacağıq, bunu da sabah çıxardacağıq. Yataq da pis gündədir, okey, yatağı da sabah çıxardacağıq. Bəlkə yanlarındakını komod deyirlər, onları çıxarda bildik. Güllər olsa yığacağıq. Neysə bu gülləri falan da yığacağıq, aparacağıq. Bura baxmayın, köçürük deyə hər şey dağınıqdır. Bunu da bugün aparmağı düşünürük. Gülöşə işini qutarsa. Bunu salona qoymağı düşünürəm, living room-a. Çox bəyənirəm, yəni bunun görüntüsünü living room-da bəyənirəm. Yoxsa qoymasam digər evlər kimi banel olacaq. Çox belə necə deyim sizə, eyni görünəcək də digər evlər kimi. Mən onu istəmirəm. Mən istəyirəm ki, bunu living room-a qoyum. Çox gözəl görünür. Hə, Qədir, bunu living room-a istəyirəm birini. Okay? Bunu. Güllərimin falan görünməsi üçün. Kocam sağ olsun, şey deyir. Qablarımız okey var, burada bunları yuyacağıq. Bu sobanı da kocam dedi ki, apara bilərəm. Amma məncə çox çətin olacaq. Bu çox ağırdır. Bunu da Trendyoldan almışdıq bu arada. Belə, yəni bunu yığırıq içindəkiləri. İndi bunun hamısını mən də aparacağım. Hə, belə. Buraları da yığacağım. Qazanları da aparacağım. Çünki artıq yer var da orada. Hə, buraları da falan aparacağım. Bu daha yaxşı vəziyyətdədir. Nə bilim, bilmirəm. Burada özü çox aşağı var. Bilmədim, neyiniyim. Qədir də boş qablar daşıyırım. Deməli qızlar, axırıncı vəziyyət belədir. Gördüyünüz kimi artıq mətbəxdən nə var, nə yox gətirmişik demək olar. Qazanları çəkim sizi. Hə, qazanları yerləşdirmişik. Hətta digərinə baxanda orada çox balaca bir şkaf, buradakiler böyük deyə biz tosteru falan da bura qoyduq. Yəni blenderumu, tosterumu, mikserini filan. Bir də bunlar boşqablar bəzən ağırlıq edir, dedik ki, yarısını bura yerləşdirək. Bunlar amma rəfimdir. Rəfim olduğuna görə rəf gəlsin. İnşallah görüşər, zahir gəlsin, gətib gələcək olacaq. Hə, sonra burada da elə gördüyünüz kimi qab-qacağı, bunlar da rəfin məhsullarıdır. Amma əslində düşünürəm ki, bəlkə bunları götürüb bura yerləşdirdim, bayaq göstərdiyimə. Bu da belə, sadəcə buranın ikisinin yəni normal olmamağı biraz üzdü. Çünki bunları məsələn deyək ki, yerləşdirdik. Hər kəsdə olduğu kimi birinci şey. Bura çox təpiş-təpiş oldu. Yəni burada mənim yağlı kağızım, belə salafan nə deyirlər ondan, hər şey buradadır da yəni. Bunlarda da yararsızdır. Belə, indi bir də Gülöşə buranı silsin, rəfi gətirək. Çünki rəf onun ayağına dolanmamalıdır da, belə deyim. Hə, rəfi gətirək, Gülöş, bunun da hamısı, baxın, bu qədər şey. Hətta, belə deyim də, hətta burada yığmışıq bir neçəsini. Sadəcə o rəfdə idi. Yəni, görün bir dənə rəf, 100 manat almışdıq onu. Nə qədər iş görür. Bir də mənim kocam görün nə qədər iş görür. Çalışacaq ki, qabları buradan yığın. Qazan zat tipli şeyləri bu tərəflərdən qoyaq. Ağırlığı qoy həmişə aşağılarda olsun. Daim gibi bir gün isti görən belə. Bütün
parçaları cırcır. Necəsiz? Video çəkirəm. Bəli. Sağ ol. Deyir ki, yorğundur. Başa düşmədim, nə yorğunluq? Qızlar, artıq sabahdır. Biz artıq qardırobu demək olar ki, təmizləmişik. Bir-iki şey qalıb. Hə, artıq bir-iki şey qalıb. Bunu təmizləmişik. Keçirik digər evə. Sağ olsunlar. Ülviyə gir gəlin. Üzvü çəkmək olar. Bir piskindəyəm olmaz. Deməli, bunu gətirdik. Bir yığdım. Belə bu bildiyiniz koridordur. Sonra geyimlərimizin bu düşündük ki, qərar verdik ki, qardırobu bu otağa qoyaq. Yəni bura yataq otağımız olmayacaq. Sadəcə dediyimdə geyinmə otağı falan olacaq. Paltarların, çantaların bir hissəsi budur. Qardırobdan çıxanlar bir hissəsi də budur. Yəni bu arada qızlar, bunların çoxunu satacağam, amma çox məhsul qoyub satacağam. Çünki mən bəzi geyimlər almışam. Heç ölçüsü mənə uyğun olmayıb, geyinə bilməmişəm. Onları satlığa qoyacağam. Yəni çox belə satılıq yox. 50-100 manat arası hamısını birlikdə ayaqqabılar falan. Kimə lazım olsa götürə bilər. Artıq stollar gəlib, divanı da gətirirlər. Sağ olsun Məhəmməd Əli ilə həyat yoldaşım. Ülviyə də çox sağ olsun. Həqiqətən o qədər qəşəng kömək eləyir ki, yəni çox sağ ol Ülviyə. Mətbəxi demək olar ki, artıq bir çox şey gətirmişik. 99% buradadır. Hə, belə. Yəni, vəziyyət budur. Hə, mənzərəni də çəkib, pəncərələrə fikir verməyin. Sonra belə işlər. Buralarda belə yığmışıq. Əslində biraz boş qalıb demək olar. Düzdür, hələ buralarda yığacağıq. Qədir ki, çox ağır məhsullar ora qoymayaq, yıxıla bilər. Belə. Su hələ də gəlmir bu arada. Su gəlsə yaxşı olur. Divar gətirir. Ben haki gəldim. Atadırlar gəldim. Mən niyə otabdılar ki? Deməli, qızlar, burada bildiyiniz əvvəlki evimizdə içəri girən kimi qardırobumuz var idi. Onu götürdük artıq. Soyuducunun içini yarı təmizləmişəm.
digər evdə mətbəxə yığmışam. Soyuducuna aparacaqlar. Kondisioner ustası gəldi, yaratmayıb. Yəni nəysə gətirməyib, dilimi gətirməyib, nə gətirməyib. Buradan çıxardı bildilər, amma o versində, yəni əsas çöldə olanı taxa bilmədilər. Yenə də ikinci gün gələcəklər. Divanı gördüyünüz kimi divan stol dost aparmışdıq, göstərmişdim. Bir dənə qalır burada pərdələr. Mətbəxdə də soba qalır. Buradakı qabları yudum, buraları da yudum. O birisi evdə hələ də su yoxdur deyə deyirik hələ bunları aparmayaq, lazım olar qoy qalsın burada. Bir də bu qalıb. Bunlar onsuz da bizim deyildi, belə deyim. Hər nəysə bir iki şey qalıb. Sonra nə göstərəcəkdim sizə? Bir də əsas qalıb şkafı tək-tək belə çıxartdılar da drillərlə. İndi onu puzzle kimi yığmalıdılar, böyük şifənerdir. İndi yemək sifariş vermişik, gələcək. Bu da pis gündədir buralar. Yəni sağ olsun rəfiqəm make-up məhsullarımı aparıb bizi buraları da yığacağıq. Bu arada bu da bizim evlilik şəklimizdir. Çox pis çirkin düşmüş ama olsun. Bu da mənim seltam. Hayatımda ən bahalı sertifikat ola bilər. 3500, daha 3600. Nəysə qızlar, bir-iki şey qalıb gördüyünüz kimi çox da bir şey qalmayıb. Qızlar, deməli köçdüyümüzün sabahsı günüdür. Yeni qərar verdik 2 gündən sonra köçdük. Artıq bu video 3-cü günündə. Yəni bu video 3 günlükdür, belə deyim. Baxın, axırıncı görüntüsü budur. Bir neçə otaq tam artıq düzəlib. Kondisioner ustası nəysə yadından çıxartmışdı. Ona görə bugün təzədən gəldi. Düzəltdi, yəni çöldəkini asdı. Bu vəziyyətə belə. Baxın, belə oldu. Buralar biraz pis gündədir, baxmayın, yaşıl çay içirdim. Burada da ütülənəcək paltarları qoymuşam. Bu arada bugün işə gedə bilmədim. Mədə problemim çıxdı, onu da sizə danışacağım dünənləri. Ona görə də işə də gedə bilmədim. Neysə, işlərimi yenə də görürdüm işə getməsəm də. Bu otaq bildiyiniz kimi geyim otağı olacaq və hələ də pis gündədir. Çünki mən öz geyimlərimi yığmışam. Bu hissəyə yığdım. O hissəni həyat yoldaşım götürəcək. Bunu da biraz siləcəm. Neysə, paltarlarımızı da yuyub asmışıq falan. Burada da dolu paltarlar var. Bu əslində həyat yoldaşımın da demək olar. Mən özümkiləri yığmışam artıq. Bu koridorun vəziyyətidir. Koridorda da bir-iki şey var. Əslində bunlar ilə burada olacaq. Birdən bu ayaqqabıları falan yuyacağıq. Çünki hələ də evi tamamilə loşaya sürüb süpürdürməmişik. Süpürdürüb silməmişik. Çünki düşünürük ki, hər şeyi yerli yerində eləyək sonra. Sonra qızlar, bunlar yatağın altına qoyulmalıdır. Yəni baza deyirlər deyəsəm. Yatağın altına qoyulmalıdır. Bir bu işimiz qalıb demək olar əsas. Bir də paltarlar. Burada yığdım bir təhər. Yəni dedim ki, nəsə olsun. Artıq yerim var, bilirsiniz. Mənim əvvəl yerim yox idi deyə. Makyaj masam yox idi. Amma artıq gələn ay falan makyaj masası düşünürəm və sizinlə birlikdə çalışacağım. Məhsullarımı yeni gələnlər də olacaq. Əlbəttə ki, 20-25 dənə yeni gələn məhsulum olacaq. Onları da belə düzəldəcəm, yığacağım. Bir müddət heç məhsul almağı düşünmürəm. Sözün açığı əlimdə olanları da çıxartmağı düşünürəm. Əsas da bu bronzer ənlik kolleksiyamda nələrsə çıxartmağı düşünürəm. Yəni belə, əslində toparlanıb müəyyən qədər artıq köçmüşük. Bir dənə hamam biraz pis vəziyyətdədir. Çünki bu da istifadə eləmədiyim geyimlərdir. Artıq heç konkret olaraq mənə olmur. Onları atdım. Yəni, ona görə bayağı bir təmizləndi. Baxın, vəziyyət budur burada. Çünki buradan belə asılqanımız var. O birisi evdə. Onu gətirməmişik. Onu da asmalıyıq sonra. Onu da asmalıyıq sonra. Baxın, belə, buralarda bunları yığmalıyıq və s. Dünən bunu silməyə çalışdım. Çox qəşəng silməyə çalışdım, amma getmədi. Artıq o qədər kirəcli su tutub ki, bilməm, görünür. Kirəcli su tutub ki, yəni getmir. Buraları da biraz düzəltmişəm. Yəni, digər evdə 3 mərtəbə idi. Bu evdə 2 mərtəbə olduğuna görə problem yaşadım, sözün açığı. Yəni, məhsulların çoxusunu atmaq məcburiyyətində qaldım. İndi gəlin o məhsulları da göstərim sizə. Deməli, mənim bitmişlər deyilən bilirsiniz də, məhsullarım var.
çoxlu məhsullardır bunlar, az deyillər. Yəni burada Maruderi məhsulları, nə bilim nə bir çox məhsullar var. Göstərəcəm. Birlikdə baxacağıq. Yəni bunlar haqqında fikirlərimi bildirəcəm. Yaxın zamanlarda yəqin ki bunları eləyəcəm. Çox uzatmağın yeri yoxdur. Belə. Vəziyyət budur. Bu da balkonun biri. Ən yaxşı balkon məncə budur. Daha təmizdir, daha qəşəngdir. Salam qızlar. Deməli, artıq Allah bir üstündən neçə gün keçib dedim ki, sizə yenə göstərim. Demək var ki, köçmüşük. 1-2 dənə otağı belə normal yığışdıracağıq. Hər şey düzələcək. Deməli, buradakı yeməyə fikir verməyin. Belə, bura koridordur. Gördüyünüz kimi dəyişiklik ondan ibarətdir ki, biz artıq buraları yığmışam. Lazım olan burada kirlilər var. Ona görə göstərməyəcəm. Belə. Bunu nə qədər yusam da getmədi. Burada əlavə etmişəm. Lazım olanları. Sonra birincisini göstərməyəcəm artıq. Belə. Bu xalçanı bura sərmiş. Alanda çox sevə-sevə almışdım. Həqiqətən çox yumuşaq, çox gözəl keyfiyyətli xalçadır. Belə. Bu bizim geyim dəyişmə adı nə otağı deyirlər buna? Qardırob otağı deyirlər. Ondan sonra göstərəcəm. Çünki çox ürək sıxan otaqdır. Yəni o pis gündədir. Sonra gəlin sizə əsas ən sevdiyim qonaq otağını göstərim. Deməli, ilk girən kimi burada divanı görürsünüz. Qarşısında bunlar. Düzdür, bir neçə məhsul var. Burada bunlar təzə yeni gəlib. Videolarını çəkirdim deyə bunlar burada qalıb. Belə. Gördüyünüz kimi stol da burada da yeni məhsullarım var. İkinci bu videodan sonra yəqin ki o yüklənəcək. Belə. Yəni çox xoşuma gəlir, çox böyükdür, çox genişdir, çox ürəyi açılır adamın da bu otağa girəndə. Sonra gəlin sizə mətbəxi göstərim. Hər çalışma sizə hay deyir. Hə, deməli, burada da hər şey tamamdır. Lazımsız məhsulları biz qoyduq balkona. Buralarda belə yerləşdirdi. Digər evdə olanlar yapışqanı getdi deyə biz təzələrini aldıq bunun, həm də ki daha çox aldıq ki normal yerləşə bilsin. Baxın, orada çox işə yarayır. Bu şəkildə olan orqanayz edirlər də yəqin ki bunlar da çox yaxşıdır. Qablar çoxdur orada, onları yumalıyıq. Biz neçə gündür normal evə gec gəlirik. Belə sobanı buraya yerləşdirdik. Paltaryon burada da amma biraz problemi var borularında. Sonra düzəldəcəyik. Yəni yerlər çox boş qaldı sözün açığı qızlar. Yəni burada görə bilərsiniz. Yəni bura həm qaban həm qabları qoymuşum. Belə. Sonra çox da bir şeylər yoxdur da, belə deyim sizə. Bir də həmişə o bir sevi də tam belə qazın yanında saxlayırdım ədviyyatlarım. Zeytun yağını və normal maya yağı da buraya əlavə etmişəm. Qoymuşam. Belə. Bir də nə problem? Mikrovalnovka üçün belə plugin olmamağıdır. Ona görə də biz belə Udinitel'dən istifadə edirik. Bunları da göstərmişdim məncə. Hər şey belə yerindədir. Sonra keçək yataq otağına. Yataq otağında yığışdırmamışam qızlar. Sorry, baxın orada hələ də çoxlu məhsullar var ki, onlar da qalıb, onları da yığışdıracağıq. Yerimi onsuz da yığmamışam. Bunlar çox pis vəziyyətdə qalıb. İnşallah ümid edirəm ki, yaxın zamanlarda makyaj masası alaram və bunları oraya çox səliqəli şəkildə yerləşdirərəm. Sonra nə deyəcəm? Və o məhsulların əlbəttə ki, üstünə bir neçə məhsul, bir neçə yox, bayağı bildiniz. O neçə məhsul əlavə olunacaq. Buranı göstərməyəcəm. Bu yataq, qardırob otağını, geyim otağını çox qarma-qarışıqdır. Ona görə göstərməyəcəm. Hələlik bu şəkildədir, bu şəkildə dizayn eləmişik. Biz belə boş olmağını çox bəyəndik. Yəni digəri kimi tıxım deyil. Bir neçə sadəcə lazımlı əşyaya falan ehtiyacımız var. Bir də ki, mən geyimlərimin bir çoxunu atıb, ya kiməsə verib, ya da ki, satdığıma görə artıq mənim geyimlərim çox deyil. Həqiqətən çox geyimim var idi. 3də biri, belə deyim, 3də 2-si, yarısı gedib qardırobumdan. Ona görə də yeni məhsullar almalıyıq. Nəysə qızlar, evimizi bəyəndinizsə, rəylərdə mütləq bildirin. Düz fərqli suallar ola bilər. Mən onları cavablamayacağım. Məsələn, niyə görə köçdüyü ilə bağlı və s. Amma digər türlü xeyirli olsunlarınıza alarıq. Belə.
Özünüzə yaxşı baxın. Ümid edirəm hər şey yaxşıdır. Digər videolarda gözləyin. Dediyim kimi çox gözəl lüks məhsullar və şokolad məhsullar gəlib. Çox sevdiyim məhsullar oldu həqiqətən. Onları bir-bir yoxlayıb göstərəcəm və videosunu da çəkəcəm. Özünüzə yaxşı baxın. Sağ olun. Sabahda çox sevdiyim bir şeyi almağa gedirik həyat yoldaşımın. İnşallah yaxşı olar. Öpürəm. Bay bay.